Dünyada 500-ə qədər kauçuk bitkisi növü məlumdur. Bunlardan iqtisadi cəhətdən ən səmərəli olanı isə Cənubi Amerika və Asiyada yetişən heveye ağaclarıdır. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olub videonu bəyənməklə bizlərə dəstək ola bilərsiniz. Kauçuk sözü Amazon sahillərində yaşayan qədim Hindu tayfalarının dilində ağacın göz yaşı deməkdir. Bu onunla bağlıdır ki, bu ağacların qabığını qopartdıqda ondan şirə axır ki, buna da lateks deyirlər. Bu lateksə müxtəlif maddələr, misal üçün sirkə turşusu əlavə etdikdə kauçuk çökür. Kauçuk da rezin kimi dartıla bilən çox elastik maddədir. Kauçukun həcmini 9 dəfəyə qədər dartıb uzatmaq olur. Ümumiyyətlə, kauçukun əsas tətbiqi rezin və ebonit alınması üçündür. İlk dəfə kauçuka kükürt qatmaqla Amerikan alimi Charles Goodyear rezin əldə etmişdir. Kauçuku Avropaya isə Xristofor Kolumb və onunla bərabər Amerikaya səyahət edən dənizçilər gətirmişdir. Kauçukun əhəmiyyəti dünyada çox böyükdür. Belə ki, hətta Amerika ilə Vyetnam arasında olan müharibənin səbəblərindən biri də kauçuk istehsalına nəzarət olmuşdur. Azərbaycanda da kauçukla bağlı bitki vardır ki, bu ağacın latın adı Ficus elastica olan şingilə ağacıdır. Lakin bu ağacın kauçuk istehsalında elə də böyük səmərəsi yoxdur. Maraqlı məlumatların davamı üçün bizlərə dəstək olmağı unutmayın.